Kreditini ödəməkdə çətinlik çəkən vətəndaşlar bir çox hallarda müddətin uzadılmağını istəyirlər. Məsələn, 1 il müddətinə götürülən kredit 2 ilə qədər uzadıldıqda aylıq ödəniş azalır. Bəs bu imkan nə qədər əlçatandır və hamıya şamil edilə bilərmi? Məsələ ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu kimi hallarda banklar borc alanın, yəni kredit götürənin maliyyə vəziyyətini, ödəniş tarixçəsini, yəni nə qədər belə deyək, davamlı ödəyib və s. və risk amillərini nəzərə alaraq qərar qəbul edirlər. Yəni, bu imkan müəyyən şərtlərlə qəbul olunur. Əgər borc götürən bank qarşısında öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirə bilmədiyini sübut eləyər və bank buna razılıq verərsə, kreditin müddəti uzadıla bilər. Bu zaman tərəflər arasında əlavə razılaşma bağlanır. Bank razılıq verməsə, kredit müddətinin uzadılması mümkün deyil. Və ekspertlərin söylədiklərinə inansaq, banklar bu cür güzəştlərə fərdi qaydada baxırlar. Yəni, hər kəsin müraciəti fərdidir. Burada vahid bir qayda yoxdur. Hər müraciət ayrıca qiymətləndirilir. Bu imkan bütün müştərilərə şamil edilməyə bilər.